ki insan rus dilində təhsil alıbsa, yəni bunu başa düşmək var, öz seçimidir. Sən onun bu demək deyil ki, bu ölkəni sevmir. Hə, heç bir təzyiq göstərə bilməsən. Məsələ budur ki, bu insanların bəziləri Azərbaycanca bilmir. Azərbaycanca bilmək onun üçün heç bir əhəmiyyət kəsb eləmir. Çünki onun bu ölkədə Azərbaycan dilinə ehtiyacı yoxdur. Getdiyi restoranlar, kafelər istənilən məkanda rus dili ilə bir növdə çubuğunu sudan çıxarda bilir. Onun üçün əhəmiyyətli deyil ki, kimsə ondan Azərbaycan dili tələb eləyəcəyinə baxsa. Çünki bu heç vaxt qarşılaşmadığı bir mövzudur. Bu insanın 70 yaşı var, Azərbaycan xalq artistidir. Ömrü boyu bu ölkədə yaşayıb, amma Azərbaycanca bilmir. Mənə deyir ki, müsahibəni olar rusca götürək. Niyə? Səbəb nədir də buna? Sən niyə öz dilini bilmirsən? Ya da sən Məştəqada yaşayırsan da, qardaş, Bakının bir kəndində, amma Azərbaycanca bilmirsən. Ya bu hörmətsizlik deyil, bəs nədir? O nöqteyə nəzərdən yanaşan təbii ki, mən sənə ikərli razıyam. Azərbaycan film sahəsində müəyyən bir özünə məxsus imzasını atmış rus dilli bir şəxs qonaq gəlmişdi. Normal olaraq aparıcı qonağı salamlayır. Rus dilini bilirsən, Azərbaycan dilində danışa bilmirsən, başa düşürəm hamısını. Salamı belə Azərbaycan dilində verə bilərsən, əminəm bunu, verə bilərsən, amma vermirsən. Niyə? Günah bizdədir, çünki tələb yoxdur. Təbii ki. O nüans belə sırf o bir dənə salamı desə, qıcıqlandırır da insanı, hörmət eləmirsən. Mən Sənin dili və hörmət empatiya ilə yanaşacağam. Deyəcəm ki, Azərbaycan dilini bilmirsən, yaxşı danışa bilmirsən, biabır olmaq istəmirsən, qınaq obyekt olmaq istəmirsən, rus dilində danışmağı seçirsən. Mənim kimi rus dilinə nifrət edəndə buna tolerant yanaşacaq. Amma sən salam əvəzinə strasti deyirsənsə, deməli problem var. Strasti yox. Nə, heç demək də istəmirəm. Nəysə də onlar. Deməli burada bir problem var.